Salam, hər vaxtınız xeyir. Mənim adım Banudur. 0B sinifdə Yaqut müəllimə qrupunda olacağıq. Salam hər kəsə. Bağında dediyi kimi biz artıq məktəbə qədərə başlamışıq və bizimlə bir yerdə məktəbə qədər və ümumiyyətlə yeni tədris ilində məktəbə başlayan hər bir şagirdlərə zihin açıqlığı arzu edirik. Bugün biz indi Banla nə edəcəyik? Məktəb alış-verişimizi sizə təqdim edəcəyik. Birinci nədən başlayaq Banu? Bunda. Aha. Yeri gəlmişkən biz 71 nömrəli məktəbin 0B sinifinə, Yaqut müəllimənin sinifinə daxil olmuşuq. Bizimlə bir yerdə oxuyan tələbələr də buradan görür, şagirdlər də buradan görürsə, hər birinə zihin açıqlığı bir daha arzu edirik. Aha, birinci su qabımızdan başlayırıq. Oy, Bu nə idi onu? o qulpudur, onu taxacaq bura. Belə taxacaq. Bu bizim su qabımızdır, belə bir su qabı almışıq. İçində belə diş var, rahat açılır. Belə aşağı enirsiniz, sonra basırsınız, açılır. Taxarıq. Sonra bağlayırıq. İstəməyəndə təzədən üstünü örtürük, tutarıq. Burası da şüşədəndir, kauçuk deyil. Şüşə götürmüşəm, içində də belə çöpü də var. Ama indi burada bura koyuyorum. Onu da qoyaq içinə, itməsin. Ama çizmedi. Qoy içinə. Sonra göstərək. Su qabının birini də almışıq. Bunu da qardaşımız almış. Tamam, açıb göstər. Ver mənə. Bu da var. 2 dənə. Biri qardaşımındır, biri mənimdir. Sarısı olan qardaşımındır, çəhrayı olan mənimdir. Bu düyməsindən basırsan açılır. İçinə də su doldurarsan belə içirsən. Qulpu da içində. Qulpunu da bura tax. Qulpunu da bura taxırsan. Tamam. Qoyaq indi bunu bura. İndi bunda. İndi bir salfetlərimizi. Aha. Salfetlərimiz. 2 paçka salfet almışıq, amma salfet almışıq 2 paçka, amma Banu bunu artıq kəsib cırıb. Aha, bu şəkildədir. Tərs. Aha, sol salfeti. Bu deməli salfetkamızdır. Buramız təriyəndə burada qara yer var. Oradan açacağıq, içindən götürəcəyik, bağlayacağıq, tərimizi sürəcəyik. Sonra çantamızın burasını qoyacağıq. Sonra da təmizləyəcəyik, içini taxacağıq yerinə. Aha, gəlin anası, bunları qoyaq qırağa. Gələ sultamız da qaldıq göstər. Ay, altında. Evet, çantamızı da göstər, tamam. Çantamız içi də genişdir. Burasına da qoyan. Aha, orada qoya bilərik. Cibi çoxdur. Yəni 3 dənə cibi var. Özdə nədir? Kromidir. Kromi. Çanta seçimində elə bir üstünlük eləməmişik. Sadəcə olaraq rəfiqələrimin dediyinə məsləhətə uyğun olaraq iri bir albüm götürdüm, içinə yerləşdirdim və dedi ki, kitablar ona uyğun olacaq. O cür çanta götür, mən də o cür çanta götürdüm. İndi də sizə göstərəcəyik müəlliməmizin bizə verdiyi sahədə olan verdiyim ləvazimatları. Ləvazimatlar. Göstərək Banu, nə var içində? Flomastır var. Flomastır 2 dənə. Yaşıl, mavi. Onlar kimindir? Onlar mamanındır, müəllimə. Mamanındır, müəllimə. Aha. İndi bunlar da saydı qələmlər. Aha. Altında da pozan. Sonra buyur. Bu da vuçqamız. Bu mamanındır. Aha. Rəngli karandaşımız. Rəngli karandaş. Daha sonra plastilin. Plastilin içində 40 dənədir. 40 yox, 10 dənədir. 10 dənədir. Ha, pozan. Bu da pozanımız da silgi silən. Yontan. Bu yontandır. Altını da belə fərqi kimi açırsınız. Bu karandaşın da ucu qırılanda soğursunuz, qətirsiniz. Sonra bağlayırıq. Sonra bağlayırıq. Üçünü bax. Belə formada çevirib bağlayırıq. Aha. 2 ədəd bizdə müxtəlif dedi, fərq eləmir. İstənilən hesablama. Çubuqlar öyrənmək üçün. Bu da şopka öyrənmək üçün.
çeviririk. Aha, kleyimiz. Bu da bizim məktəb şeyimiz. Yox, bu deməli bizim Kəsən şeyimiz. Bu da kardon, mənim. renkli kardonlardır. Bu da mənim. Ha, bu sənsən. Bu bağlı İndi məktəbə gedir. içindəki şey. Bu mənim. İndi içinləri Aha. görürsünüz nədir. Amma açmıram deyə dağılmasın hamısı. Aha, rezini keçir üstünə. Amma Gəl, sən kömürlüyüm tut. sənə. Aha, bunlar renkli kardonlar. Hə, indi bax, bu da albomumuz. Aha, albomumuzdur. Sonra Bu da bizim Renkli renkli çalsımızdır. Bak içi de her renktedir. Buna bak, bu da bizim plastikimizin kapıdır. aha, onu almışıq. Müəllimə neredeyse onu düzəldəcək. İnşallah. Bunu da almışam Mən də içini özüm. göstər. Bak bu da mən alıb mama. Bak içində hər rəngdə şey var. Bunu da almışam ki özüm evdə Mən də imtahan kimi eləyəcəm. Başa salanda öyrədəndə Təmində izah eləyəcəm. Həm də əlavə özü dəftər. öyrənsin. Və bu. Aha, sən sakit-sakit göstər. Aha, içində yəni belə bir şeylər var. Düzdür, müəllimimiz deyir ki, bu il sizdən tələb eləməyəcəm. Uşaqları çox yormayın, çünki onlar hələ balacadırlar. Hələ öyrənməyiblər, bunlar tam olaraq öyrəşməyiblər. Heç əslində bunlara ruçka tutmaq da olmaz. Amma neyək ki, məktəbə qədəri məcbur Burada şəkildə 4 dənə qoyulur. deməli 4 dənə ulduz var. Aha. Bağımlılıq tutarlarım gözləyir, hərdə gözləyim, Hə, göstərsin. qutardı. Aha, bu qədər göstərdik. Demək, müəllimənin dediyi vəsaitlər də bu şəkildə idi qızlar. İndi isə sizə geyimləri göstərmək istəyirəm. 3 ədəd belə mayka aldım. 3 ədəd bunlara yumuşam, artıq ütləmək qalıb. Gün havada qəşəng idi. Yudum qurutdum ki, sabah da artıq ütülüb büsün. İnşallah ayın 1-dən, oktyabrın 1-dən məktəbə başlayacaq. 2 ədəd belə, bunları Temudan zakaz eləmişəm. Sadəcə olaraq açdım, video kimi çəkmədim ki, birdən çatdırmaram. Hava da tam yaxşı keçmir, qurusun. 2 dənə belə pambal kalqotkadır. Deməli, Banu 5 yaşı var, amma mən bunu 6-8 yaş götürmüşəm, tam bədəninə gəlir. Siz də götürmək istəsəz 5 yaş üçün 6-8 yaş seçin, götürün. Formamız da bu formadadır. Köynəyimiz, Bu da ətəyimiz. ətəyimiz. O birisilərdə kalqotkamız yumuşaq. Aha, bunları Temudan zakaz eləmişik, şəklində bura qoyarıq. Onu da deyim ki, qızlar, Banu Salaxaydı. Mən həkimlərlə də, müəlliminlə də məsləhət elədim. Mənə narahat edən o idi ki, Banu gələcəkdə çatdıra bilməz, tez yorular. Müəlliməsi də bildirdi ki, ehtiyac yoxdur. Yəni, övladınız Salaxaydısa, bu onun üçün avantajdır, bir qüsur deyil. Siz də onu sağa keçirməyə, yəni vərdiş elətdirməyin. Çünki gələcəkdə o onun beyni üçün ziyan ola bilər. Necə ki, alimlərin çoxu Salaxaylıqdan gələn insanlardır. Yəni, hər ki, beyni yaran kürəsi də işləyən insanlardan biridir. İndi isə Banu sağ olaşaq. Sağ ol. Sağ olun. Hər birinizə də bir daha buradan zehin açıqlığı arzulayırıq. Sağ olun. Bu ne?